ki kassadakı qiymətlə deməli, piştaxtdakı qiymətlərin fərqli olması müştərilərin cibinə ziyan vurur. Bununla özümüz də dəfələrlə qarşılaşmışıq. Belə hallar var. Ona görə də Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovla bağlantı yaratmaq qərarını verdik. Sabahınız xeyir olsun Eyyub müəllim, xoş gördük sizi. Sabahınız xeyir olsun. İlk növbədə orqanik və qeyri-orqanik məhsulları necə seçə bilər? Belə deyək də adi bir istehlakçı, müştəri, alıcı. O qədər də asıqlıqlı deyil. İstehlakçılar elə bilirlər ki, kəndlərdə yetişdirilən məhsullar tam orqanik. Yəni, orqanik deyəndə biz tamamilə gübrələrdən, pesitdən, nitratlardan kənar bir məhsul başa düşürük. Lakin vəziyyət elə gətirib ki, demək olar ki, bunlardan istifadə etmədən heç bir məhsul yetişdirib ərsə gətirmək mümkün deyil. Çox təəssüflər olsun. Məsələn, ən hündür dağ kəndlərində belə toyuqlara dərmanlar verilməsə, iğnələr vurulmasa, o toyuqdan orqanik bir toyuq əti əldə etmək olmur. Lakin istixanalarda yetişdirilənlərlə, necə deyirlər, açıq havada yetişdirilənləri fərqləndirmək olar. Ekspert də bu barədə fikirlər söylədi. Lakin bütün hallarda məhsulların yetişdirilməsi üçün çox təəssüf ki, bu kimyavi maddələrdən istifadə olunur Azərbaycanın hər yerində. Piştaxtadan bir qiymət, kassada digər qiymət. Belə hallar var, bunu bizə yazırlar. Belə halların təkrarlanması təkrarlanır. Bunun qabağını almaq hələ ki mümkün olmayıb. Necə qabağını alaq? İstehlakçının hüququ nədir belə zərər çəkərkən? Və sizin hesablamalar varmı? Ya hansısa mənbələr elə Mehman dediyinin 2025-ci ildə nə qədər fərq olub? Neçə manat ümumilikdə toplasaq? Təxminən. Bəli, hüququn mövcudluğu, özdə bir 8-10 il ərzində mövcudluğu, əlbəttə Azad İstehlakçılar Birliyi və mənim pis işləməyimin səbəbindəndir. Şübhəsiz mənim də burada pis rolum var. Biz mübarizə aparırıq. Bu məsələ, yəni taxçada qiymətin də danışığı olub, sonra kassada informasyon sizin dediyiniz kimi. Burada alıcı necə hərəkət etməli, bunu demək istəyirəm. Yəni burada alıcıların, istehlakçıların kütləvi mübarizəsi lazımdır bu işdə. Yəni alıcı aldı, gəldi, ona kassada yuxarı qiymət verdilər malı, alıcı tələsməsin, çeki götürsün, baxsın, dəqiqləşdirsin, qayıtsın zala, təzdən zalda həmin malın qiymətini, şəklini çəksin, gəlsin iradını bildirsin, o iradını bildirən kimi onu düzəldəcəklər. Alıcının hüququ var ki, taxçada hansı qiymət varsa onunla da o malı ona satsınlar. O ikinci çeki də götürsün, şəklini çəksin, ondan sonra dövlət orqanına müraciət etmək gəlir. Yəni, üçüncü addım budur. Əgər alıcı prezident yanında Anti-İnsar və Bazarı Nəzarət Dövlət Agentliyinə müraciət edərsə, həmin dükanı ciddi cərimə görəcək. Çox geniş yayılmış bir süni qiymət artımı faktıdır bu məsələ. Çox geniş yayılır. Bizdə olan şikayətlər olan vətəndaş deməli 86 qiyməyə badımcan alır, ona 26 manat eksotik qiymətlə bir meyvənin qiymətini yazırlar. Ümumiyyətlə dükanlarda bu problem çox müxtəlif çeşiddə mövcuddur. Və üstəlik çeşidlərin bir də budur ki, almadığı mal yazırlar kassaya. Azad İstehlakçılar Birliyinə il ərzində gələn məlumatları ümumiləşdirsək, Azərbaycan İstehlakçıları bir il ərzində almadıqları mal üçün 500 milyon manat pul ödəyirlər. Təxminən belə bir... Bəli, təxminən belə bir almadıqları mal üçün. Ona görə istehlakçılar mal alan zaman kassadan aralanmamış kassa çekine baxsınlar, qiymətə baxsınlar, diqqətli olsunlar. Çox təəssüflər olsun ki, müasir texnologiyalar, avtomatik satış texnologiyaları marketlərdə tətbiq olunduqca, bax, bu cür istehlakçıların hüquqlarının pozulması da meydana çıxır. Çox təəssüflər olsun. Və müştəri həmişə haqlıdırmı? Müştəri, bəli, ümumiyyətlə, azad bazar iqtisadiyyatında, demokratik ölkədə bu şüar öndədir. Müştəri həmişə haqlıdır. Bəli, mən düşünürəm ki, ona görə ki, müştərinin biznes qurumu müştərinin hesabına mövcuddur. Bütün hallarda biznes qurumu satılan müştərilərdir. Ona görə də haqlıdır. Lakin Azad İstehlakçılar Birliyinə gələn cürbəcür illər boyu gələn şikayətlər içərisində bəzən müştərinin haqlı olmadığı faktlarını da görürük. Buna istehlakçı hüquqları qorunma sayəsində istehlakçı ekstremizmi deyirlər.
Deməli, heç də həmişə müştəri haqlı deyil. Çox təşəkkür edirik. Minnətdarıq. Eyüp müəllim, Eyüp Hüseynov Azad İstehlakçılar İctimai Birliyinin sədri bizimlə birbaşa bağlantıda idi.